xəbərdir. Açığı bu xəbəri oxuyanda mən üzüldüm. Əməkdar incəsənət xadimini kinostudiyadakı otağından çıxarıblar, əşyalarını doğrayıblar, yəni doğradılar. Yəni belə ola bilərmi ki, əməkdar incəsənət xadimi, tanınmış qrim rəssamı, əməkdar incəsənət xadimi Elbrus Vahidov Azərbaycan Film Kinostudiyasındakı otağından zorla çıxarılıb. Təbii ki, istinad edirəm unikal nöqtə-aza. O unikal nöqtə-azda təbii ki, kinoşünas Sevda Sultanova Telegram kanalına məlumat verib, oradan götürüb ictimailəşdiriblər. O bildirib ki, Elbrus Vahidova xəbərdarlıq olunmadan əşyaları çölə atılaraq otağı boşaldılıb. Tütək səsi, 7 oğul istərəm, İstintaq Fəryadova, onlarla filmdə qrim rəssamı işləmiş 75 yaşlı Elbrus Vahidovu Azərbaycan Film Kinostudiyasındakı otağından yeni rəhbərlik çıxarıb. Bəli, Elbrus müəllim orada ştatda deyil, aydındır. Ən pis odur ki, Elbrus müəllimi xəbərdarlıq etmədən hörmətsizlik edilib. Otağına girərək onun əşyalarını çıxarıb tullayıblar. Üstəlik deyilənə görə onun qrim masasını doğrayıblar. Bahanə də bu olub ki, otağı arındıya verirlər deyə Sultanovanın paylaşımında qeyd olunub. Kinostudiyanın hazırki direktoru Qurban Pirimovdur. Ümumiyyətlə, kinostudiya, Azərbaycan Film Kinostudiyasına orada bizim jurnalistlər əyləşirdi. Hamı yer götürmüşdü otaqlar, bir otaq, 2 otaq. Orada əyləşirdilər. Mən bir neçə dəfə ora getdim, şok yaşadım. Çünki mən o kinostudiya, Azərbaycan Film Kinostudiyasına möhtəşəm, müqəddəs bir ocaq kimi baxırdım. Getdim, gördüm ki, o geri qalmış, zəkasız, cahil, özlərini jurnalist adlandıranlar, təbii ki, pulları var idi, nələri var idi. Hamı yer götürüb orada at oynadırdılar. İndi bilmirəm vəziyyəti necə idi. Çox bərbad gündə idi o illərdə, sökülmüşdü, dağılmışdı, film çəkilmirdi, indi də çəkilmir. Amma doğrudan da belə filmləri rəssam işləmiş, Tütək səsi, 7 oğul istərəm, İstintaq Fəryadova, digər filmlərin qrim rəssamı daha doğrusu olmuş bir insana belə etinasız, belə kobudluq, belə qəddarcasına yanaşmaq, təbii ki, mən deyərdim tərbiyəsizlikdir. Azından keçmişə dəyər verməliyik. Hər şey müvəqqətidir. Hər şey. Heç kim ata ömürlük minmir. O ata çoxları minir, çoxları da düşür.